Salam yoldaşlar. Bugün biz TaxPro proqramı vasitəsilə əldə olunmuş qaymələri, gördüyünüz kimi mən ilk qayməni götürmüşəm. Bu qayməni bir S-ə yükləyəcəyik. Mən buradan məlumatları keçirtmişəm bura ki, daha sadə olsun mənim üçün. Deməli, bir daxil olma aktı yaradırıq. Qeyd edirik kimdən gəlib, şərti olaraq mən Kərvan MMC qeyd eləmişəm. Və bu faylı yadda saxlayırıq. Yadda saxlayandan sonra buradan çıxırıq. Çıxandan sonra tablitsa bölməsində həmin daxil olma aktını seçirik. Görürsünüz, daxili tamamilə boşdur. Bizim qabaqcadan hazırladığımız Excel-i kopyalayaraq keçirdirik proqramın daxilinə. Kopyalanandan sonra burada müəyyən məlumatlar gəlir, düşür. Bu məlumatları birinci olaraq yoxlanış veririk. Gördüyünüz kimi 6 mal yoxlanışdan keçir və heç bir səhv yoxdur. Bundan sonra yükləmə düyməsi ilə qayməyi yükləyirik. Eyni heç bir səhv vermədi. İndi keçirik qayməyə baxırıq. Bayaq boş olaraq qeyd eləmişdik. Daxil olaraq görürük ki, bəli, həmin mallarda neçə ədəd mal hansı qiymətlə və digər parametrlər öz əksini tapır və qayməni yaddaşa veririk.